Salam, Bakı şəhəri 24 saylı məktəbin fizika müəllimi Bağırova Aynurə. Yəqin ki, rast gəlmisiniz. Bəzi ustalar iş görərkən istifadəsi rahat olsun və yerə düşüb itməsin deyə kiçik ölçülü dəmir alət və vasitələri, məsələn, vint, mismar, qayka və s. maqnit bilərzəyə yapışdırırlar. Maqnit nədir? Ondan daha harda istifadə olunur? Maqnit hansı cisimləri cəzb edir, hansı cisimləri cəzb etmir? Maqnitlər necə əldə edilir və onların hansı xassələri vardır? Bugünkü dərsimizdə biz məhz bu suallara cavab verməyə çalışacağıq. Dərsimiz maqnit hadisələri, sabit maqnitlər. Qədim Yunanlar dəmir cisimləri özünə cəzb edən xüsusi bir mineralın mövcud olduğunu bilirdilər. Maqnit kimi tanıdığımız həmin minerallar eramızdan əvvəl 600-cü illərdə Türkiyənin şimalında yerləşən Maqneziya şəhəri yaxınlığındakı dəmir mədənlərindən çıxarılırdı. Maqnit sözü Yunanca Maqneziyadan olan daş deməkdir. Sonralar insanlar maqnit hadisələrini maqnetizm, maqnit minerallarını isə təbii maqnitlər adlandırdılar. Onlar məişət ehtiyaclarını ödəmək üçün müxtəlif formalı süni, sabit maqnitlər hazırlamağı öyrəndilər. Maqnit xassəsini uzun müddət özündə saxlayan maddələr sabit maqnitlər və ya sadəcə maqnitlər adlanır. Fizika laboratoriyasında ən çox düz, nal şəkilli və halqa şəkilli sabit maqnitlərdən istifadə olunur. Cisimlər maqnit xassəli və qeyri-maqnit xassəli olur. Maqnit xassəli cisimlər maqnitlərlə yaxşı qarşılıqlı təsirdə olur. Qeyri-maqnit xassəli cisimlər isə qarşılıqlı təsirdə olmur. Belə bir araşdırma aparaq. Maqnit xassəli cisimlər. Təchizat. Sabit maqnit, müxtəlif cisimlər, şurup, şüşə kürəcik, mismar, qəpik, kağız parçası, pozan, kibrit dənəsi və s. İşin gedişi. Maqniti masa üzərinə səpələnmiş müxtəlif cisimləri yaxınlaşdıraq. Hansı cisimlərin maqnitə cəzb olunduğunu, hansılarının isə cəzb olunmadığını araşdıraq. Nəticə. Mismar, qəpik, şurup maqnitə yaxşı cəzb olundu. Kibrit dənələri, kağız parçası, şüşə kürəcik, pozan isə maqnitlə qarşılıqlı təsirdə olmadı. Maqnit onları cəzb etmədi. Tərkibi dəmir, polad, nikel, çuqun və onların ərintisindən ibarət olan cisimlər maqnitə cəzb olunur. Şüşə, taxta, plasmas, mis, alüminium maddələrdən hazırlanan cisimləri maqnit cəzb etmir. İndi isə sabit maqnitlərin hansı xassələri olduğunu öyrənək. İkinci araşdırmaya baxaq. Araşdırma belə adlanır. Maqnitin hansı hissəsində maqnit təsiri daha böyükdür? Təchizat. Düz və nal şəkilli maqnitlər, mismar və ya şurup dənələri. İşin gedişi. Mismarları masa üzərinə səpələyək. Maqnitləri növbə ilə mismarlara toxunana qədər yaxınlaşdırıb yuxarı qaldıraq və onların hansı hissəsinə daha çox mismarın yapışdığını izləyək. Nəticə. Maqnitin kənar hissələrinə mismarlar daha çox cəzb olundu. Deməli, kənarlarda maqnit təsiri daha güclüdür. Orta hissəsinə isə cəzb olunan mismarların sayı az oldu. Təcrübə zamanı mismarların bir-birini cəzb etməsini də müşahidə etmiş olduq. Maqnitdə maqnit təsiri böyük olan yerlər onun qütbləri adlanır. Maqnitin qütblərindən uzaqlaşdıqca onun orta hissələrinin maqnit təsirləri zəifləyir. Həmin hissələr daha az mismar cəzb edir. Maqnitin mərkəzi hissəsinə isə mismar cəzb olunmur. Maqnitdə maqnit təsiri olmayan hissə maqnitin orta xəttidir. Araşdırmadan məlum oldu ki, maqnitlərin cisimləri, məsələn, dəmir mismarları maqnitləndirmə xassəsi də vardır. Maqnitlənmiş mismar digər dəmir mismarları özünə cəzb edir. İndi isə gəlin maqnitin qütbləri haqqında danışaq. Bunun üçün yenə də araşdırmaya müraciət edək. Maqnitin qütblərinin təyin edilməsi. Təchizat, dielektrik ştativ, ipək sap, düz maqnit. İşin gedişi. Maqniti dielektrik ştativdən üfüqi vəziyyətdə elə asaq ki, o sap ətrafında sərbəst fırlana bilsin. Diqqət edin ki, maqnitin yaxınlığında dəmir əşyalar olmasın. Bu zaman sapdan asılan maqnitin sükunət vəziyyətində uclarının hansı istiqamətdə durduğuna diqqət edək. Maqniti azacıq fırlatmaqla tarazlıqdan çıxaraq və onun yenidən sükunət halını aldığı vəziyyəti izləyək.
Araşdırmadan məlum oldu ki, sapdan asılan maqnit hansı istiqamətdə fırladılmasına baxmayaraq, o bütün hallarda eyni vəziyyət, şimal-cənub istiqamətini alır. Bu onunla əlaqədardır ki, yer kürəsi 2 maqnit qütbünə malikdir. Ona görə də yerin şimal coğrafi qütbünə istiqamətlənən maqnit qütbü şimal, yerin cənub coğrafi qütbünə istiqamətlənən maqnit qütbü isə cənub adlandırıldı. Laboratoriya maqnitlərinin qütblərini fərqləndirmək üçün onları adətən 2 rəngdə boyayırlar. Şimal tərəfi göy, cənub tərəfi isə qırmızı. Rənglərin sərhəddi maqnitin orta xəttinə uyğundur. Yalnız bir qütbü olan maqnit mövcuddurmu? Maqnit ixtiyari istiqamətdə 2 hissəyə bölünərsə, bu hissələr hər biri şimal və cənub qütblərindən ibarət kiçik maqnitə çevrilər. Bu o deməkdir ki, ixtiyari maqnit hər biri 2 qütbdən ibarət çoxlu sayda kiçik maqnitlərdən ibarətdir. Hər bir maqnitin mütləq 2 qütbü olur. Şimal N və cənub S. Maqnitlərin müxtəlif adlı qütbləri bir-birini cəzb edir, eyni adlı qütbləri isə bir-birini itələyir. Maqnitin bu xassəsindən praktikada geniş istifadə olunur. Məsələn, maqnit əqrəbində. Maqnit əqrəbi 2 qütbə malik kiçik sabit maqnitdir. O, yüngül təbəqə poladdan hazırlanır. Əqrəbin ortasında şüşədən yataq vardır. Bu yataq iti uclu milə söykənir. Onun sayəsində əqrəb üfüqi müstəvidə istənilən tərəfə asanlıqla dönür. Əqrəbin şimal qütbü yer kürəsinin şimal, cənub qütbü isə yerin cənub coğrafi qütbünə doğru yönəlir. Kompasın əsas hissəsi maqnit əqrəbidir. Maddələrin maqnit xassəsi temperaturdan necə asılıdır? Sabit maqniti müəyyən temperatura qədər qızdırdıqda, o maqnit xassəsini itirir. Sabit maqnitlərin maqnit xassələrini itirdiyi temperatur kürü nöqtəsi adlanır. Məsələn, dəmir üçün kürü nöqtəsi 769 dərəcə Selsidir. İndi isə maqnitlərin daha bir xassəsi ilə tanış olaq. 4-cü araşdırmaya diqqət edək. Araşdırma belə adlanır. Maqnitin qütbləri bir-birinə necə təsir edir? Təchizat, dielektrik ştativ, 2 düz maqnit, ipək sap. İşin gedişi. Maqnitlərdən birini sapla ştativdən asıb, digər maqnitin əvvəlcə müxtəlif adlı qütbünü, sonra isə eyni adlı qütbünü ona yaxınlaşdıraq. Hadisəni müşahidə edək. Nəticə. Müəyyən olundu ki, maqnitin eyni adlı qütbləri bir-birini dəf, əks adlı qütbləri isə cəzb etdi. Qeyd edim ki, sabit maqnitlərin yuxarıda tanış olduğunuz bu xassələri müxtəlif alimlər tərəfindən aparılan çoxsaylı araşdırmalar nəticəsində aşkarlanmışdır. Onlardan biri İngilis həkimi William Hilbertdir. William Hilbert 1544-1603-cü illər ərzində yaşamışdır. O, 1600-cü ildə nəşr etdirdiyi Maqnit cisimlər və böyük maqnit yer haqqında adlı kitabında sabit maqnitlərin xassələrini şərh etmişdir. Beləliklə biz bugün maqnit hadisələri, sabit maqnitlər və onların xassələrindən danışdıq. Dərsimiz sona çatdı. Sağ olun.